Deyək ki, sisteminizi hazır yığdınız, Windows'da yazdınız. İndi BIOS'daki ayarları göstereceğim. Işığı boş verin, bunu sonra ayarlayacağım. Niye? RGB'si yanmır. Deməli, gəlirik bura. Mən hal-hazırda AM4 soketdən danışacağım. Deməli, anakartlara görə dəyişə bilər bu göstərdiyim yerlər. Amma siz burada, hətta normalda belə bir menü açılır. Yəni, default menü. Siz onu Advanced-da keçirməkdən ötürü daha gelişmiş olana F7 vurursunuz. Əksər anakartlar belədir. Gəlir burada bu bölməyə. Baxın, burada overclock da yazıla bilər və yaxud da hər anakarta görə bu hissə dəyişir. Gəlir bura, baxın. Zaten yazıldığını görürsün. Overclock tuner. Gəlir buradan bunu vururuq. Ya burada zaten ya XMP profili yazılır ya da DHCP yazılır bu. Sonra burada zaten avtomatik olarak bizim RAM sürətimiz yuxarı. Yəni defaultda 2100-dədirsə, 2133-də. Burada olur 3200. Hətta göstərim onu bir dənə. Baxın burada 2133-dür. Biz bunu dəyişirik DHCP-yə. Olur 3200.